Deməli mən əgər ki 3 milyard dolları 15 ildə istifadə edə bilirəmsə və yaxud da ki 15 ildə 10 milyard dollar xərcləyirəmsə, 7 milyard ölkə itkidadır, düzdür? Məntiq olaraq, hə? Bu 7 milyardla biz özümüzə zavod qura bilərik, fabrik qura bilərik, nəqliyyatla bağlı. Qurmaq olar ya. Çox rahatlıqla qurmaq olar. Ən güclü, ən möhtəşəm şirkətlərin dəyəri 5 milyarddır. Yəni zavod qurmaq istəyirsənsə, o istehsal həcminə baxır da, biz də balaca ölkəyik. İndi gələk sizin şeyimizə. Bunu aydınla elədik də biz, yəni ki, ölkədə çox ciddi itkiyə gedir. Mən ölkədə itki olsun. Mən ondan sonra o küçədə gəzən maşını olmayan adam devalvasiyaya düşsün. Elə bir ki, evimizdə oğlumuz, qızımız, bizim 1000 manat gəlirimiz var. Şıltaqlıq edir, gündə bir ayaqqabı cırır. Bu da 100 manatdır. Mənə oğlumu gətirib deməliyəmmi ki, ay oğul, sən nə qarsan, biz ana ata ac qalacaq, qız bacısı ac qalacaq deməliyəm ya yox.